resept sizlər üçündür. Çünki mən şor qoğalı çəkəndə hər kəs məndən şirin qoğalının da reseptini istədi. Siz Allah, baxın. Bir insana necə mən görün nəyə qoğalı deyirlər ki, özün də elə qoğalı oxşayırsan. Orada mənim canım izləyicilərim deyir ki, sən eyni elə qoğallarına da bənzəyirsən. Hə, indi mən istəyirəm ki, bu qoğallar belə qalxsın, toppuş olsun da. Belə xoşlayıram ki, belə də toppuş olsun, qat-qat görsənsin. Qəşəng. Əvvəlcə mən aparamı hazırlayacağam. Burada bir qaşıq, bir yemək qaşığı maya var. Mayanın üzərinə əlavə edəcəm bir qaşıq un. Bir qaşıq şəkər. Əlavə etdikdən sonra ilmanqı, yəni ilıq su. Bu qədərini saxladım, çoxdur. Belə qarışdıracaqsınız. Belə etdik, hazırdır. İsti bir yerə qoyacağım. Gələcək. Yəni apara maya gələcək. Köpəcək də belədir, ona deyəm sizə. Qaynar olmasın ki, altdan bir də görürsünüz ki, bişirir, mayanı bişirir, onda maya tam gəlmir. O sizi çaşdıra bilər, yeni istilikdə bir yerə qoyursunuz. Hazırdır. İndi mən qoyacağım bunu isti bir yerə, üstündə köpüklər əmələ gələnən kimi maya gələcək. Hansı ki, gördünüz köpüklər əmələ gəldi, haradasa qalxır da bura qədər. Onda artıq mayanı götürüb istifadə edirsiniz. Bir 10 dəqiqə, 5 dəqiqə bəs deyir. Vanil, yumurta, bütöv yumurta, yəni 2 bütöv yumurta, duz, vanil, duz, yumurtanı əlavə elədim. Mayanı artıq qoymuşam, gəlsin. Əsas məsələ şor qoğalında, şirin qoğalında rəngi biraz sarı olanda, yəni sarı köklü olanda çox gözəl görsənir, görüntüsü də yaxşı olur. Bu qədər bəs eləyəcəm. Daha sonra südün içinə 150 qram yağı əlavə eləyirəm. Elədikdən sonra qoyuram. Süd qızdıqca bu da içində əriyəcək və mən xəmiri yoğuracam. Aparıda artıq gəlir. Burada aç qoymuşuq yenə hər zaman kimi. Əlavə edəcəm. Yağı da əlavə edeyim. Artıq bilirik yəqin ki, bu duru yağ bizə nə üçün lazımdır. Ona görə yəni indi göstərəcəm bir daha sizə. Bayramda evdə olmasam da, biz bayramı normal keçirməsək də, amma indi yumurtalar bəzəyəcəm. Səbirsizliklə gözləyirəm ki, işimi bitirim. Keçin həm də uşaqlar da gözləyir. Mənə deyirlər ki, yumurta bəzəyək. Bu ildə bizim axı evimizdə ilk elimizdir. İlk bayramlarımızı keçiririk. Ona görə daha çox həvəsliyəm. Həm uşaqların da hər bir şeyə həvəsi olsun istəyirəm. Baxın, yoğurdum artıq hazırdır. Biraz qalsın, bir 5 dəqiqədən sonra duru yağla bir dəfə də yoğuraq. Qalsın, xəmir gəlsin, yenə acısın. Daha sonra başlayaq işləməyə. Xəmir baxın 5 dəqiqə qaldı. Daha sonra yenə əlimizə götürürük. Baxın, əlimizə duru yağ belə ovcumuza əlavə etdik. Bir dəfə də yoğuracam. Bununla da bitdi. Xəmir daha sonra qəşəng olacaq. Yəni bu üsulu mütləq yoxlayın siz. Çox razı qalacaqsınız. Hazırdır. Ən sonunda mən yenə bu üsul mənim favorimdir, belə deyim. Mən yenə ən sonda belə ovcuma belə yağ əlavə edirəm bunu. Mənə elə gəlir ki, duru yağ ümumiyyətlə xəmirin tez gəlməsinə köməkli edir. Bunu etdikdən sonra nə edirik? Aparırıq, qoyuruq, xəmir gəlir. Keçək şirin qoğal içliyinin hazırlanmasına. Bunda 450 qram un, vanil, otaq temperaturunda olan kərə yağı,
150 qram. Kərə yağı 150 qram lazımdır. 200 qram. Bunu əlimdə indi mən umat hazırlayacağam. Bunların hamısını bir yerə əlavə edəndən sonra əlimizdə umat hazırlayırıq. Bunu çoxlu, əlinizdə çoxlu baxın, umat etməlisiniz ki, içində yavaş-yavaş o şəkər ərisin, yəni o xırt-xırtlığı şəkərin qalmasın, belə deyim. İçliyin quru olub olmamasını yoxlamaq üçün əlinizdə belə götürün. Belə götürdünüz, görürsünüz, toparlandı. Bir yerə toparlanırsa deməli yağlıdır, ehtiyac deyil artıq yağa. Onsuz da mən reseptini tam verirəm. Burada deyirəm yəni. Bu belə. Əlim dayanmır ha. Bax elə eləmək istəyirəm. Bunu belə götürəcəm. Elə xoşum gəlir ki, bunu sizə xəmirin bura gətirmə prosesini göstərə bilmədim. Əslində mən 1 saatdır burada danışıram demə. Çünki mən xəmiri qabdan tərifləyə çıxardıb sizə göstərirdim axı. İndi yenə onu eləyirdim, amma demə telefon çəkmirmiş. Oğlum gəldi, dedi ki, mama bu çəkmir. Olsun da. Hə, indi bu dəfə onu sizə danışırdım. İstəyirəm ki, bu dəfə 12 qatdan hazırlayam. Çünki bir neçə gün bundan öncə bir sifarişimi 12 qatdan eləmişdim. Möhtəşəm idi. Qoğalı da, gəlin şirin qoğalı 12 qatdan eləyək. Hətta bir xanım yazmışdı mənə. Şor qoğalı reseptimin altına, videonun altına yazmışdı ki, anam dedi 24 qatdan eləyirdi. Allah rəhmət eləsin, səhv eləmirəmsə yazmışdı ki, rəhmət eləyirdi. Dedi, anam 24 qatdan eləyirdi. O da çox gözəl. İzləyicilərimin sözünü də dinləmək lazımdır. Qoğalını 24 qat etməsəm də çalışdım ki, o yorumdan sonra qoğalın qatını biraz daha çox aldım. Belə 12 qat eləyəcəm bu dəfə. 1 kilo undur bu. Xəmir çox gözəldir bu arada, maşallah. Bunlar üzərində bu arada saç paxlavası bişir. Ona görə səs çox ola bilər. Yəni mətbəxdən səs çox gələ bilər. Yəni üzərində başqa bir videoda çəkirəm, bilirsiniz. Bu günə 2 video salmışam. Hava qaralmamışdı. Qutara bilsəydim çox yaxşı olardı. Sonra hava qaralır, mən o gözəlliyi sizə göstərə bilmirəm. İstəyirəm ki, o rəngi, o təbii rəngini göstərdim. Qalır mənim videolarımda düz axşama qutarır. İşlə, güclə. Axşama qutarır. 190 dərəcə. 190 qram edəcəm. Elə buraya yazam. Düzəlmən altında rahat olsun. İndi yayanda problem olsa götürərəm. Turtu. Ne var? Bu senin. Kündələr 12 kündə hazırdır. Baxın, hazırdır. Keçək yaymasına. Bu kündənin hamısını bir süfrə məsələn sərirsiniz. Hamısını yayıb yığırsınız. Üst-üstə deməyək. Yəni üst-üstə deyəndə sırf 12 dənənin 13-sünə də belə üst-üstə atmayın. Sərin də, yəni sərin. 2 dənə, 3 dənə belə üst-üstə sərin. Daha sonra onu çox yağlayırsınız.
Atandan sonra ortadan belə basın. Çalışın çox vaxt qıraqları çəkin. Onun için zaten onun ikisini de yağlayıp bitirenden sonra yine bu qıraqları böyle kesip götürürük. Bunları üzerine koyacağım. Daha sonra böyle darta elinizle bu formada. Mən rulon halında eləyirəm. İstəsəz belə lent şəklində də siz kəsə bilərsiniz. İndidən qat-qat. İstəyirəm biraz balaca eləyəm, mini. Mini qoğallar var. İstəyirəm elə eləyəm. Amma yox da buna uyğun deyil. Bir-iki dənə mini qoğal etmək istəyirəm. Nə deyirsiniz? Yüz qramdan belə kəsmişəm, elə 100 qram deyil. Əslində hardasa 15 ədədə yaxın, 15, 1 kilodan 15-16 ədəd qoğal düşür. Yenə də o kəsdiyinizin böyüklüyünə asılıdır. Məsələn, mən 100 qramdan 101-102 qram gəlir bəzən. Ondan 15-16 ədəd qoğal düşməlidir. Hazır olandan sonra buradan götürürsünüz. Yenə deyirəm, bunu üstünə belə qoyursunuz. Bu qıraq hissəni belə qoydunuz üstünə, qoydunuz bir tərəfə. Onu indi o belə etdiyiniz zamanda biraz qalsın, daha sonra danışamıram. Onu söndürürüz. Deməli, kündələr hazır olandan sonra götürürsünüz. Baxın, bu hissə var ki, bunu bu formada üstünə çevirirsiniz. Daha sonra belə oyuq açırsınız. Yayırıq. Yerindən qaçdı. Bu tən ortada olmalıdır. Baxın, bu tən ortada olmalıdır. Aha, gətirdik. Tən ortaya. Oy, göz etmək istəyəndə bu dəqiqə telefonum mənim sınacaq. Onda görəcəksən Elviyə. Onda görəcəksən. Belə. Gecəydir, çox gecə görsənir. Biraz yayaq. Bizimkilər yayılmaq xoş deyir. Mən belə çox yayılmaq xoşlamıram. İstəyirəm ki, belə qalxsın, köpsün də, yəni topuş olsun. Deməli, mən 250 dərəcə hava rejimində bişirirəm mən. Mən də hava rejimində çox qəşəng qalınır. Hava rejimində qoğalları bişirirəm. Burada deməli, bir yumurta bütöv, bir də sarısı var. Bir də 2 qaşıq duru yaprağı. Qəşəng belə çalırsınız. Ağla sarılar tam olaraq qarışıb bir-birinə.
Uşaqlar günlər işləyirsiniz. Demirlər, mamam orada çəkiliş aparır. Özləri demişən YouTube eləyir. Mənə deyirlər ki, mama sən YouTube eləyirsən. Bu arada çay falan içmişəm, özümə gəlmişəm. Bayaq əgər fikir verdinizsə, mən özümdə deyildim ha. Özümdə deyildim həqiqətən. Çay içdim, özümə gəldim. Allaha çox şükür. Yəni şirin qoğalı nəyə xoşuma gəlmir? Şirin qoğalda üstünə ağ küncüt ki, əlavə belə ağ küncüt səpirik də. Bu uşaq biraz bizə mane olur. Görək elə bunu düzəldə bilərik. Hə, ağ küncütdə deyə bilmədim adını. Ağ küncütdə o istədiyimiz parıltılı rəng var ha. Bax qara çörək otunda o parıltı, o gözəllik, o istədiyimiz kimi qızartını biz ala bilirik. Amma küncütdə olmur. İndi əminəm ki, burada bir çox xanımlar onu mənlə razılaşacaqlar. Hansı ki, əgər görmürsünüzsə, bilmirsinizsə, indi bir onu analiz edin, bir-biri ilə müqayisə edin bişirəndə. Bir indi siz küncütlüyə baxın, küncütlü bişirdiyiniz qoğala baxın. Bir də o birisi adını da unutdum, ay Allah, yenə unutdum. Bir də qara çörək otuluya baxın, görəcəksiniz ki, nə qədər fərq var. Qara çörək otu olan, elə bir ki, anam demiş ki, rəng verir. Elə gözəl rəng olur ki, inanırsınız. Dayı belə baxır insan adamın ürəyi açır. Amma bu axfasonu olur, yəni. Qıpqırmızı olmur da. Belə istədiyim kimi qıpqırmızı qoğal olur. Ondan olmur. İndi görüm ona bir elastik. Gündüzü səpəndə artıq bilirəm ki, istədiyim rəng alamayacaq. Keşke şol qoğalda olaydı, müqayisə eləyərdim, görərdiniz onu siz. Lap istəyirəm az səpini. Müştərinin deyil ki, özümüzün də az səpəcəm. Müştəriyə olanda məcburum hər bir şeyini çox etməliyik ki, şansı qalsın. Biləm. Hazırdır, gedib bişməyə. Görək necə düşəcək. Məncə qəşəng olacaq, nə deyirsin? Bu arada sotu paxlavası bişirmişəm, ancaq biraz başına oynatmışam. Əlimdə oldu.